Aprelin 28-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri tarixi günlərindən birini yaşadı. İqtisadi Əməkdaşlıq Təşkilatının və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 layihəsi çərçivəsində Qastronomiya günü təşkil olundu. Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Kərimov vurğuladı ki, bu cür təşəbbüslər sadəcə müxtəlif mətbəxlərin təqdimatı deyil, həm də xalqlar arasında səmimi əlaqələrin qurulmasına və inkişafına xidmət edir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə Şuşada qastronomiya tədbirlərinin artıq bir ənənəyə çevrildiyini qeyd etdi. O bildirdi ki, milli mətbəximizin təbliği və ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması agentliyin əsas prioritetlərindən biridir. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcidxan, Şuşanın 2026-cı il üçün turizm paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayaraq, bu günün üzv ölkələrin kulinariya irsinin və mədəni müxtəlifliyinin parlaq bir nümayişi olduğunu bildirdi. Tədbir çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanistanın qastronomiya mütəxəssislərinin hazırladıkları kulinariya nümunələri təqdim olundu. Ziyarətçilər yalnız ləziz təamlardan dadmaqla kifayətlənmədilər. Gün boyu davam edən rəqs nömrələri, xanəndələrin ifaları və geniş konsert proqramı tədbirə xüsusi bir rəng qatdı. Bu tədbir İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında mədəni və iqtisadi birliyin daha da möhkəmlənməsinə növbəti böyük töhfə oldu.